Salam dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günləri mən sizə Xırdalanda 1-ci Milyoner məhəlləsi Masazı dairəsinin yaxınlığı Bakı-Sumqayıt şosesinin tam kənarında 11-3 saylı orta məktəblərə yaxın ərazidən 3 sot ərazidə olan həyət evi təqdimatına gəlmişəm. Təqdimata başladım həyətindən. Gördüyünüz kimi belə evin kənarları açıqdır, genişdir. Sizə evin kənarlarını göstərirəm. Yer olaraq, ərazi olaraq əla yerdədir. Tam paket kupçadır. Suyu, qazı, işığı daimidir. Evin də torpağında kupçası var. Gördüyünüz kimi rahatlıqla həyətində hərəkət edə biləcəyimiz həyəti var. Buranı ya mətbəxdə liftdə ev sahibi istəsəniz aça da bilərsiniz. Buradan keçirik mənzillə tanış edeyim sizi. Burası sanitar qovşağıdır. Görürsünüz, rahatlıqla hərəkət edə biləcəyiz həyəti var. Həyətinə 2-3 maşın daxil ola biləcək. Həyət evi demək olar ki, hardasa 4-5 daş, bəlkə də rahat bir 6-7 daş kürsüdədir. Bura həyətidir. Sadəcə ev sahibi köçdüyü üçün həyət biraz dağınıqdır. Ev mənzili də dağınıq olacaq biraz. Bura isə həyətidir. Gördüyünüz kimi qoşa daşla inşa olunubdur. 4 otaqdan ibarətdir. 3 sot ərazisi var. 3 sotun içində inşa olunubdur. Keçək sizi mənzillə tanış edeyim. Daxil oluram evin içərisinə. Qeyd etdiyim kimi ev sahibi evdə yaşamır, köçək şəhər işi ilə bağlı. Ona görə həyət evi təcili satılır. Geniş xol hissəsi var gördüyünüz kimi. Girişdə sağ tərəfdə yerləşir qonaq otağı. Otaqlar belə deyim də, yəni rahat geniş otaqları var. Qoşa daşdır. Suyu, qazı, işığı yeri əla yerdədir. Məktəbə, bağçaya, yaşayış obyektlərinə yaxındır. Bura bir otağıdır. Gördüyünüz kimi. Əşyasız qiymətdir, təklif olunan qiymət. Amma bu otaqda yataq otağı tamamilə qalacaqdır. Gördüyünüz kimi bura qalacaqdır. Çünki bura mebel divara yığılıbdır. Ona görə bu qalınacaq. Girişdə olan kondisioner qalacaq. Böyük ölçüdə kondisionerdir gördüyünüz kimi. Buradan keçirik geniş, rahat olan mətbəx hissəsinə. Divara yığılmış bahalı mətbəx mebelidir. Adətən xanımların əsas istədiyi mətbəxdir. Gördüyünüz kimi. Qeyd edim ki, mətbəxdən padvala düşməyə yeri var. Buradan keçirik. Sanitar qovşağı. Hamam otağını sizə təqdim edim. Duş kabinası yığılıb, moy dadırı qoyulubdur, hər şey hazırdır. Qeyd etdiyim kimi, yaşayışı yerini dəyişdiyi üçün ev sahibi satır. Bununla bağlı sualınız olarsa, profildə nömrə qeyd olunub əlaqə saxlayın. Burada 3-cü yataq otağıdır. Profildə nömrə qeyd olunub əlaqə saxlayın. Sizin də satışda mənzilləriniz, əmlakınız varsa, deyin gələ çəkilişini edək. Yaxın bir müddətdə satışına köməklik etmiş olarıq. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.